Bizdə, şəriətimizdə, dinimizdə hər bir ibadətin düzgünlüyü ibadətdən qabaqdır. Yəni, hər bir ibadətin düzgün olma şərtləri üçün gərək o ibadətdən qabaq ona hazırlaşasan. Məsələn, bizim namazımızın doğru olması üçün, düzgün olması üçün biz gərək namazdan qabaq ona hazırlaşaq. Üzü qibliyə duraq, pak olaq, təmiz olaq, paltarımız, libasımız qəsbi uğurluq olmasın. Qabaq, fikir ver, hamı qabaqdır. Qabaqcadan hazırlaşırsan. Namazın qiyamin, rükusun, səydəsin, qiraətin namazdan qabaq öyrənirsən. Ona görə namazın düzgün olma şərtləri namazdan qabaqdır, amma namazın qəbul olma şərti isə namazdan sonradır. Nə deməkdir namazdan sonradır? Çünki namazdan sonraki yaşayışımız, həyatımız, rəftarımız, günahlarla münasibətimiz bizə göstərir ki, namazın qəbul olub yoxsa yox. Orucluq da belədir, əzizlərim. Orucluğun düzgünlüyü üçün gərək orucluqdan, ibadətdən qabaq ona hazırlaşırsan, o şərtləri ələ gətirirsən. Amma orucumuz qəbul olub yoxsa yox, bu Ramazandan sonra özün göstərir. Ona görə ağa buyurur ki, bir mələk nida eləyər Ramazan ayının sonuncu gecəsində, günündəki, ey Allahın bəndələri, sizin keçmiş günahlarınız bağışlandı. Amma fənzurun, baxın, düşünün, keyfə təkununa fima təstənifun, bundan sonraki gününüz necə olacaq?